Salam gözəl insanlar, 10 yanvar olan futbol təxminlərimi qeyd eləyəcəm. Oyunlar çox olduğundan çox da izahlı verməyəcəm. Birbaşa seçimləri qeyd eləyəcəm. Real Oviedo Betis oyununda qonaq komanda hər hansısa qazanar, bəli. Villarreal Alaves oyununda SK Kün zərbələri 5.5 üst. Girona Osasuna oyununda Osasuna uduzması 2x. Valencia Elche oyununda qonaq komanda 0.5 üst. Heidenheim Köln oyununda Heidenheim uduzması 1x. Union Berlin Mainz oyununda 2 gol vurar SK. Freiburg Hamburg gol. Bayer Leverkusen Stuttgart. Kün zərbələri toplam 8.5 üst. Como Bologna oyununda toplam qollar 2 üst. Udinese Pisa oyununda SK hər hansısa qazanar, bəli. Roma Sassuolo oyununda qonaq komanda 0.5 üst. Atalanta Torino oyununda Atalanta qələbə. Galatasaray Fenerbahçe qarşılaşması gol. Celtic Dundee United 1 fora ilə Celtic'in qələbəsi. Azakmar Volendam 1-1. Twente Zwolle toplam qollar 3.5 alt. PSV Excelsior toplam qollar 3 üst. 17 dən oyun oldu. Uğurlar, bol şanslar. Hansılar ki sizin fikrinizə üstün düşürsə, onları kuponlarınıza qeyd edin. Əlbəttə ki 17 dən oyunun hamısının gəlmə ehtimalı demək olar ki 1%-dir. Yəni hamısı da gələ bilməz. Kimlər də indiyənə kimi mərc eləməyibsə, həmişə də qazanan tərəf sizlər olursunuz. Telegram kanalımda da kuponlar paylaşacağım. Balaca hərflərlə bitişik şəkildə Liverskor 777 yazaraq Telegram kanalıma qoşula bilərsiniz.